Əkbər, xoş gəlmisən bura. Xoş gördük. Səni burada görmək xoşdur. Biz dünya çempionatı haqqında bu damda mundial günlərində proqramlar çəkirik və bir neçə proqramda bəzi ölkələrdən danışdıq, favorit ölkələrdən, amma gizli favoritlər də var idi. Türkiyə getdi, eyni zamanda Almaniyada uduzdu və s. Mən sənin təəssüratlarını öyrənmək istərdim ki, Dünya Çempionatı 2026 necə gedir və bizim yaddaşımızda necə izlər qoyacaq gələcək üçün? Belə şəxsi fikrimcə gözlənildiyindən çox yaxşı gedir. Belə mundial gözləmirdim açığı, xüsusilə də bu kiçik millilərin Cabo Verde, Curaçao kimi millilərin bu cür oynaması, yəni açığı Cabo Verdeyə mən maks Səudiyyə Ərəbistan udacaq düşünürdüm, amma belə 3-3 ilə qrupdan çıxdılar. Elə Curaçao'nun özü ilk oyunda Almaniyanın bir hissəni çox yaxşı oynamışdı. Bildim bunlarda nəsə var, nəsə olar. Həqiqətən də yaxşı təsir bağışladılar. Qananın özü düzdür. Harambol oynayır Qana, amma yəni hamı gözəl oynamalı deyil də. Belə Xüsusilə hamı gözəl oynamalı deyil. Xüsusilə dünya çempionatında bu Yunanistanla gələn bir Avropa çempionatında da bu harambol dedin deyə. Amma Paragvay buna görə qınaya bilərik. Yəni bu cür radikal müdafiə üçün. Yox məncə. Paragvay yəni 16 il sonra qayıdıb. Paragvaydakı o əvvəlki Paragvay 2010-lardakı Roque Santa Cruz, Lucas Barrios olan, hətta daha əvvəl 98-in Paragvayı belə deyil. Baxmayaraq ki, onların jurnalisti deyir ki, daha yaxşı Paragvaydır bu. Yəni məncə o deyil. Amma yəni tarix yazırlar, 8-1-ə çıxdılar. Özə Amerika bir də uduzandan sonra belə oynamağa başladılar. Heç kim gözləmir. Mən də deyirdim ki, Türkiyənin heç eləyirlər, axırıncı tur bir tərəf çıxarlar qrupdan, amma çox rahat çıxdılar qrupdan. Xüsusilə son iki oyunu çıxartdılar qəşəng. 10 nəfər qalsalar da Türkiyəni yüksək səviyyədə paketləyib göndərdilər evə. Almaniyanın oyundakı, yəni məncə Almaniya zəifliyi idi. Paragvayın bu cür oynaması yenə də hörmət haqq edir Paragvay hər bir halda. Nagelsmann bu işi bacarmadı, razısan bunu? O məktəb var idi, Alman futbol məktəbi, yeni nəsil, yəni hamısı getdi gəzməyə. Yəni xüsusilə Tedesco ilə Nagelsmann idi ilk 2 sırada bitirən o məktəbi. Amma görünür ki, nə Tedesco bir şey elə bilir. Tedesco da milli komanda çalışdırmışdı Belçika ilə ötən Avropa çempionatında heç şey edə bilmədi. Belə baxın Belçika heç kim heç nə edə bilmir, amma məşqçi olaraq Tedesco və Nagelsmann. İndi Rudi Garcia'nın çıxmaq şərti ilə bu kağızla, qələmlə çox əlbir olanlar deyəsən bacarmırlar. Yəni də açığı, çünki bu futbolçu nəsə aşılmağa bacarmalısan da. Paragvayın baş məşqçisi demişdi ki, çıxın oynayın. Yəni baxmayın rəqibiniz kimdir, siz bu torpaqlar üçün oynayırsınız. Amma adam öz Argentin aldı belə baxanda. Heç Paragvaylı deyil. Onu aşılamağı bacarır. Çox möhtəşəm bir motivasiya vermişdi. Ancaq Paragvay kimi komandalar çox kley komanda vardı. Yəni qol buraxdınsa evin yıxıldı. Düzdür, orada bir epizod var idi. Jonathan Tah'ın gol epizodu. Hətta Klopp belə dilləndi ki, əgər o gol sayılmırsa geri Arsenal çempion olmazdı. O goldan çempion olmuşdu. Hardasa haqlılıq payı var, amma yəni Almaniya ona möhtac qalırsa problem Almaniyadadır, yəni. Son dəqiqə qoluna möhtaclığı varsa. Yəni də. Bəs Türkiyədə nə alınmadı? Yəni alınmayan bir çox şey var. Amma biraz bəlkə alternativ baxmağa çalışaq ki, çox şişib gəlmişdilər səncə, yoxsa ümumiyyətlə atmosferi tuta bilməmişdilər, jetlag yaşamışdılar. Nə baş verirdi Türkiyədə? Türkiyənin problemi məncə mənəm. Belə deyim də. Mən nə vaxt onların heç nə bilməyəcəyini deyəndə onlar gedirlər qabağa. Əksinə onu deyəndə deyirlər yox, Türkiyə batırır həmişə adətən. 2020-ci il çempionatında, Avropa çempionatında Türkiyə nəsə eləyər deyirdim, heç nə eləmədi. 3-3 məğlubiyyətlə getdi. Burada da ki, yəni 2 turdan sonra məlum olmuşdu onların getməyə. Həqiqətən şişib gəlmişlər. Problem böyük idi. Onların kamp yerləri də problem idi. Çox danışıldı, xüsusən Türkiyə mediasında. Bizim mediada çox danışıldı. Yəni məncə belə deyək də, o düzdür, sonradan danışılanlar deyil, Türkiyə 7 xandan çıxar, 9 xal yığar. Yəni məncə hamısı haqlı idi. Yəni Türkiyə həqiqətən o qrupdan 7-9 xal yığası komanda idi. Avstraliya və təəccübləndirməzdi yığsaydı. Açığı da yəni belə düzdür, 9 xal yığan Türkiyə çox görməmişik, amma istənilən halda o Türkiyənin Paragvaydan da, Avstraliyadan da yaxşı komanda olduğunu fikirləyirəm, hətta Amerikadan da. Heyət olaraq da Məksini də mən, yəni biz Montellanı Türkiyədəki işinə qədər heç vaxt bəyənməmişdim, amma Türkiyədəki həqiqətən yaxşı idi. Var idi ki, başqa işi, Adana Demirspordan başqa. Yo, var idi. Sevillası var idi, sonra Roması, Fiorentinası var idi. Pis deyildi. Sevillası ümumiyyətlə bərbad idi, amma yenə də iş tapırdı adam özünə. Sadəcə milli komandası son 2024 Avropa çempionatında Türkiyə çox yaxşı oynamışdı. Burada amma yəni Paragvay və Avstraliya, əslində Avstraliyanı udmalıydılar. Çox rahat deməsəm. Yəni mən düşünməzdim ki, Avstraliya orada qalib gələr Türkiyəyə. Çox belə mənə məyus elədilər o cəhətdən. Yəni şokda idim ki, Türkiyə necə Avstraliyaya uduza bilər.
Həqiqətən Nasır çox belə kasad komandadır. Bəs sorry sözü kəsdim. Yaxşı mənada kimlər təcrübələndirdi səni? Yaxşı mənada təcrübələnən bir Paragvay oldu. Açığı gözləmirdim. Düşünürdüm qrupdan çıxsınlar, amma belə Almaniyanı keçərlər heç inanmazdım. Mərakeş haqqında deyilisini düşünürdüm. Mərakeş onsuz da yəni Yaxşı komanda. O şeydən çıxıb da Mərakeş təcrübələndirmir artıq. Mən Mərakeşi 4 il əvvəl o Qətərdəki Mundialda 4-cü yerə aparmışdım. O Zoraydın şəkilləri ilə, videoları ilə. Güzel. Bu arada da oradan yəni Braziliya Mərakeş oyunundan qabaq o Kovan serialının hadisəsi var. O paylaşım eləmişdi sosial mediasındakı Braziliya Mərakeşin oyunu var. O da partlamışdı biraz. Yəni belə şeylər həqiqətən də yaşayır bu kino və serialda. Bir bağ yaradırdılar. Sadəcə Mərakeşin niyə təcrübələnmir? Birinci Mərakeş Afrika komandası deyil. Hamısı Avropada doğulub böyük boy başlasına və Avropa havasıdan Avropa məktəbə keçən bir futbolçu vardı. Yəni sadəcə simvolik olaraq Afrikalılar sayılır coğrafi cəhətdən. Onsuz da diaspora var, çox böyük bir möhtəşəm iş görür. Onlara alqış düşür ki, o cür futbolçuları yarısı Hollandiyada, yarısı Belçikada, yarısı orada, burada Fransada dünya gələn, yəni o futbolçuları gətirə biliblər milliyə. Çox fantastik bir iş görmüşdür. Amma Mərakeşin bu cür irəyə getməyə mənə açığı təcrübə gəlmir. Düzdür, biraz olaraq qrupu çətin qrup idi açığı. Hər nə qədər Şotlandiya belə pis oynasa da, Şotlandiyanın oyunlarda Braziliya oynamaq da yəni çətin olmaydı normal çağı üzərində, amma çox rahat həll elədilər. Ən çətin oyunlar da Haitiyə qarşı oldu məncə. O da biraz buraxmışlar özlərini, rahat idilər. Belə amma Mərakeşdir, yəni Afrikanın qürurudur hələ ki. Onlar xilas edirlər. Afrikanın böyükləri belə Kamerun, Nigeriya yoxdur. Böyük deyəndə ki, dünya çempionatındakı o ikonaları. Belə amma Misirdir, Senegaldır, heç bir Mərakeş səviyyəsində ona deyil deyə Mərakeşin bu elədiyi mənə şey gəlmir artıq. Yəni təcrübə gəlmir. 66-dakı epizod qol idi yoxsa yox? O dövrün qaydana görə qol idi. Onda tək dünya çempionluğunu biraz da Tofiq Bəhramova dolaylı yolla borclu İngiltərənin formasında görürəm üstündə və buradan bir nəticə çıxardıram ki, yaxşı bir İngilis fanatısan və nə düşünürsən ümumiyyətlə Tuchel'in komandası haqqında? Tuchel'in komandası haqqında belə ilk tur mən çox məmnun oldum açığı. Xorvatiyanı əzdilər. Amma əzəndən sonra Qana oyununda da o cür oynaması biraz. Amma təcrübələnmədim də açığı, çünki İngiltərədə bu tipik. Yəni hər mundialda bir dənə 0-0 var. Hər böyük çempionatda açığı bir dənə 0-0 var. Ən çox da bunu ikinci turlarda eləyir İngiltərə, darıxdırıcı futbolla. Düzdür, Qana ilə oyun oynamaq. O da Carlos Queiroz'un komandası da, yəni İranda görmüş onu, tipik harambolunu, Qana'yı da onu daşıyıb, çox yaxşı da. Çox konservativ gəlmir futbol sənə, Tuchel'in oynatdığı. Necə deyim sənə? İnanılmaz planlı və seçdiyi sastava görə də hər şeyi konservativ bir üslubda eləyir də. Yəni oyun genişləmir, oyun qısırlaşır, amma nəticə verir. Biz danışdıq ki, məsələn, çox funksiyalı oyunçular, yəni onların mövqelərini sxema üzərində rahatlıqla dəyişə bilirlər. Zaşitniklər, müdafiəçilərin özləri də fullback oynaya bilirlər, krayları dəyişə bilirlər. Yəni heyət üzərindən də çox tənqid aldı və Phil Foden'la eyni zamanda Cole Palmer'ı aparmadı. Yəni yaxşı mövsüm keçirməmişdilər. Yəni Tuchel'in müdafiəsinə mənim etirazım olmadı, amma görürəm ki, biraz da sıxırlar ki, Tuchel deyəsən buradan nəsə zərər görsün və o tənqidə başlasınlar. Ümumiyyətlə necədir Tuchel'ə münasibət? Açığı Tuchel'ə münasibətim normaldır. Yəni o İngilis mediası kimi düşünmürəm mən. O irqçi İngilis mediası hətta deyərdim, millətçi İngilis mediası. Başda Harry Redknapp olmaqla niyə Alman birbaş məşqçi gəlib bizi çalışdırır? Sənin normal bir məşqçin var ki, İngilis məşqçin var ki, sən Max'ını Gareth Southgate idi də, səni adam içindən çıxartdı. Potter'ı da saymırsan. Potter yox, yəni İsveç bərbad idi ümumiyyətlə. O Tunisi 5-1 utluq olan bərbad bir oyun desinlər. Nə vurdular, girdi sadəcə. Yaxşı 2 dənə klass hücumçunun ola niyə oynaya bilmirsən? Yəni məs problem odur da. Yaponiyanın oyunu da heç oldu. Onlar düşündülər ki, düzdür, yenə də o qrupun bəlası idi o. Kimlə düşsələr, biri Braziliya ilə düşəcəkdi, o birisi Fransa ilə düşürdü. Yəni o qrupdan ancaq 4-cü olmaq olardı ki, Tunis ağlı hərəkət elədi. Orada 4-cü oldu, çıxdı, getdi və ki, bir problem daha da. Sadəcə o Graham Potter'di, sonra Eddie Howe'du. Eddie Howe'nu bəyəndirəm, amma yəni o da bəlli bir yerə qədər də. Sonra bu Gareth Southgate o da ki, əslində Southgate'in işini mən çox bəyənirdim. Bu loser vizyonsuz İngiltərə millisinə bir çəki düzən verdi. İslandiya uzdurdu. Əlcəzairi da Amerikada bir komanda idi İngiltərə. Böyük turnirlərdə açığı. Hodgsonu var idi. Heç nə eləmirdilər adamlar. Yəni Southgate gəldi, dəfə 4-cü elədi deyəsən 2018-də. Bir dəfə axırıncı mundialda, yəni İngiltərə çox baxımlı futbol oynayırdı. Fransa oynadıqları çox yaxşı idi. Açığa sadəcə Kane vurdu topu çəmənliyə.
Avropa çempionatında da İtaliyaya qarşı final oynatdı. O final pis idi. O finala qədər hər şey yaxşı idi. Məncə, yəni ağıllı gəlirdilər. Son finalda da son oyun da biraz daha doğrusu son Avropa çempionatında çox darıxdırıcı keçdi, amma nəticə verirdi, heç kim qınamırdı. Sadəcə bu İngiltərə Southgate-ə qədər heç nə eləməmişdi də, o var. Yəni hansısa bir o köhnə fikirli baş məşqçilərin çıxıb demək ki, Tuchel niyə gətirirsiniz? Yəni alternativin var sənin? Yoxdur. Tuchel özü İngiltərədə işləmiş, Chelsea-də yaxşı işlər görmüş bir baş məşqçidir. Mən çox bəyənirəm onun Chelsea-sini, baxmayaraq ki, Liverpool-a keçmişəm. O Abramoviçin, daha doğrusu Putin Ukraynaya girməsəydi, Tuchel çempion edəcəkdi komandanı. Abra getdi, Chelsea qaldı belə böyür üstə. Əslində o müharibənin çox belə Chelsea-yə təsir edir, nəinki Ukrayna klublarına. O Putinin Ukraynaya girməyi. Yoxsa o Chelsea rahat çempion olacaqdı İngiltərədə. O həmin mövsümü daha çox izləyirdim. Yəni çox dominant, çox əzici, çempionlar qazanan çox yaxşı komanda idi. Bir işi var idi Tuchel'in orada. Düzdür, Bavariyası o akademi, Bavariyası haqqında bir şey deyil. Bəncə səbr eləsəydilər orada da alına bilərdi. Məncə də yəni, amma yəni klassik Chelsea-də. Sonra hər şeyin başını buraxdı, getdi Hindistana, yoqla falan məşğul oldu. Sonra qayıtdı ki, bəs milli komanda götürəcəm. Əslində gözləyən, nəticə verə bilərsən. Bir tərəfdən 60 il İngiltərə dünya çempionu olmur. Ümumiyyətlə elə deyək, Avropa çempionatı çox olmayıb. Dünya çempionatında tək böyük turnirdə bir dənə kuboku var, o da 60 il əvvəl olub. 60 yox, daha çoxdur. 60 deyil, sən 60-dır. Sadəcə onu da Alman qazandırsa çox maraqlı olar, simvolik var. Sadəcə bu futbolla biraz çətin görünür. Sizə qarşıda Meksika oyunu var. Dünən Kongo ilə oyun çətin oldu. Yəni Qananın oyun kilid idi. Bir dənə Xorvatiya onu yaxşı oynayıblar. O da ki, belə deyək də, Xorvatiya məncə zəif idi deyə İngiltərə o qədər rahat oynadı orada. Tuchel'in işindəki qaldı belə pis deyil hələ ki. Nəticə verəcəksə, yəni hamını tərifləyəcəm, amma ən xırda şeydə tənqid olunacaq. Qaldı ki, Palmerlə Fodenə mən ikisini də hər iki halda dəstəkləyirəm Tucheli. Yəni heç bir yaxşı mövsüm keçirməmişdi. Arsenalın oyununu oxşadırsan İngiltərənin hal-hazırki sistemini. Bu arada mən Arsenalda o futboluna şey deyiləm də, yəni qarşı deyiləm. Yəni nəticə qazanırsa, bacarırsa elə də, yəni bacarırsansa yar da, məğlub elə. Məğlub elə bilməyəndən sonra hər nə qədər harambol, halabol söhbətlər elə, corner set-piece futbol klubu falan deyə bilərsən, amma nəticədə yəni bacarmayan sonra danışmaq boşdur mənə görə. Mən özüm Liverpool-a keçmişəm. Oturub baxırdım, mən dedim ki, bunlara biz niyə qol vura bilmirik, bunlar niyə oynamır, amma Arsenalın oynadığı futbolda, Tuchel'in o İngiltərə oynatdığı futbolda məncə məni batmır. Mən Hodgsonla görmüş adamam. Biabırçı bir futbol idi İngiltərənin 2012 dünya Avropa çempionatı, 2014 dünya çempionatı, 2016 Avropa çempionatı biabırçılıq idi. Yəni o düzdür. Sonra bayaq dediyim kimi Southgate biraz toparladı, amma o heyət də yaxşı idi. Southgate-ləndəki heyət də çox yaxşı idi. Daha yaxşısını elə bilərdi, amma olmadı da. Yəni biraz o yan-bu-yan olsaydı bəlkə çempion ola bilərdi. Sadəcə ucuzluğu da İspaniya idi. Orada İtaliyada yaxşı İtaliya idi. Pis deyildi. Biz ondan sonra İtaliya yoxdur məlum məsələ, amma yəni o da biraz Southgate-in ayıbı olsun ki, o İtaliyaya kubok verdi. Hə, İtaliya ondan sonra hər şeydə yoxa çıxdı. Hamımız üçün yoxa çıxdı. Bəs play-offlar digər oyunlarında nəzərə alanda 32-ci mərhələnin artıq oyunları başa çatır və biz 16-da bir mərhələyə keçirik və burada sürpriz komandalar var ki, biz bayaq Paragvaydan falan danışdıq, amma ev sahibləri də yoluna davam eləyir. İstəyərdim ki, futbola biraz uzaq ölkə saymaq olar da, yəni Kanada, Meksika və Amerika. Yəni nisbətlərdə təbii ki, Avropa. Meksikanı deməz deyil. Meksika mən də deməzdim, düz deyirsən. Onu deyə fikirləşdim ki, Meksika elə deyil. Amma hazırlıqlı görürsənmi? Ev sahibləri faktoru burada da öz sözünü deyirmi? Əlbəttə, klassik ev sahibləri həmişə qrupdan çıxıb onsuz da son Qətər bir də car istisna olmaqla həmişə bunlar hazır gəlirlər. Rusiyanın özü 2018-də çox yaxşı idi. Yəni Pochettino Amerikalılara futbolun olduğunu öyrədir. Məncə Pochettino deyil. Orada hansı məşqçi olsaydı Amerika bu cür oynayacaqdı məncə. Ev sahibinin təsiri var burada. Bilmirəm. Yəni Pochettino yaxşı məşqçidir, amma nə bilməyib, biraz o deyil. Məncə Kanada baş məşqçisi Jesse Marsh'dır belə baxanda. Jesse Marsh da ki, yəni Leeds'dən aşağı düşən baş məşqçidir demək olar ki. Yəni böyük bir şey yoxdur onun. O tərəfdə də Meksika var. Meksikaya biraz deyərdim, amma Meksikada yaxşı futbol oynamır. O üçün üçünün içindən yaxşı futbol Amerika oynayır. Sonra məncə Kanada pis deyil. O tərəfdə amma Meksika udur düzdür, qol buraxmır qapısında, amma məncə qrupu zəif idi. Meksikanın da gəldi. Bax səni tapmışkən neçə vaxt ağlımda bir sual fırlanır. Həmişə deyirəm, verəcəm yadımdan çıxır. Danışaq biz Bielsadan və Uruguaydan ki, Uruguayın həmişə heyətləri maraqlı olub. Xüsusilə Edson Cavani, Suarez'in, Forlanın, yəni hücum xəttini də belə nəzərə salanda da.
Amma deyərdik ki, belə pis Uruguay idi bu da. Çox pis O Uruguay. Uruguay deyildi. Heç belə Muslera'la getmişdilər ki, həmişə bu səhvləri də eləməyə. Hətta deyərdim Prime-ında da buna Həmişə biraz meyilli idi. Amma Bielsa biraz əsəbləşdi oyundan sonra. Məni başa kontrolu itiribmiş Uruguay komandasında. Təcrübələndin nəticə, yoxsa biraz Bielsa'nın da biraz şişirdilmiş fenomen olduğunu düşünürsən? Bielsa'nın şişirdilmiş olduğunu düşünmürəm. Sadəcə Bielsa'nın ön plana çıxan o vaxtı Guardiola'nın açıqlaması oldu. Həqiqətən Bielsa böyük bir müəllimdir. Sadəcə olmayan da olmur da. Bir planı var da, bura ona görə olmur. Yəni Atletik Bilbao'su var onun. Bir mövsüm çox fantastik, ikinci mövsüm bərbad, Leeds elədi. Sonra çox belə deyək də, egoist bir baş məşqçidir, dəhşət egoist bir baş məşqçidir. Yəni istəyir hər kəs ona tabe olsun. O da ki, son turdan əvvəl də futbolçularla problem yaşayıb hətta. İstəyiblər ki, öz futbollarını oynasınlar. Orada Bielsaçılar, xüsusən də Bielsa məktəbindən çıxan baş məşqçilər Uruguayda futbolçuları tənqid edib. Bu tərəfdən də ki, yəni Bielsa'nın bitdiyini düşünənlər var ki, qrupda Muslera yerə qaldı belə baxanda, amma o da baş məşqçinin seçimidir. Yəni Açığı da 2022-də məncə Muslera deyildi millidə. Yəni belə deyək də 2018-də var idi. Orada da Fransa oyunda səhvi var idi. Belə baxın, bir də bu zarafat bir şey çıxdı qabağıma Tro futbol səhifələrində. Uruguayın son 16-dən yaxşı qapıçısı Suarez olub. O məlum o Gana'nın oyundakı hərəkətinə görə tarixi bir toxunuşudur. O da əslində həmin dövr var olsaydı o da əslində olmamalı idi. Offside də əmin episod. Sadəcə bu da tarixə düşmüş bir şeydir. Muslera pis qapıçı olmayıb, amma belə episodik şeylərdə 2010-da Cənubi Koreyanın oyunda belə səhv edib, 2018-də Fransa oyununu səhv edib, 2026-dakı bütün oyunlarda sağ olsun. Yəni Uruguayın bütün oyunlarını heç yazmışdım. Birinə qələbə yazmış, hamısını sağ olsun Muslera belə göndərdi şeyə yazmaya ki, ən çox orada mənə zərər verib. Ən çox özüm sevmişəm Musleranı belə deyək də. Amma o da Bielsa seçimi idi, yəni. Ümumiyyətlə Muslera özü əvəzlənməyini istəyib. Daha belə novator baş məşqçi lazımdır Uruguaya. Yaxşı mərhələdə keçirməmişlər məncə özləri də. Sadəcə o belə deyək də, o Zermanico klubları bir şeydir, milliləri. Düz indi çox yaxşı oynayır. Kolumbiyasıdır, sonra digər Argentina ilə birlikdə Ekvador da yaxşı idi, baxmayaraq ki, ucuzdur. Kolumbiya da xüsusilə yaxşıdır. Kolumbiya cənnət futbol oynayır, çox qəşəng futbol oynayır. Baxmayaraq ki, mən ilk turda olan Özbəkistanla ilişəcəyimi fikirləşirdim. Bunu da deyim. Deyim, bir sürpriz olarsa onu Özbəkistanla oyunda itirərlər, amma Portuqaliyanı əzdilər dəhşət, Konqonu əzdilər dəhşət. Dünən heç İngiltərə o qədər əzə bilmədi Konqonu. Konqonu heç kim əzməmişdi o qədər. Orada da düzdür Konqo xal çıxarırdı. Sadəcə Rikaşet sağ olsun Kolumbiyanı çıxartdı. Kolumbiya məncə belə deyək də o gizli favoritlərdən biridir. Sadəcə o tərəfdə İsveçlə düşə bilərlər. O biraz məncə problemdir. Kolumbiya tipli komandalar üçün İsveçə qarşı oynamaq. Braziliya haqqında bəs nə deyə bilərsən? Bu il Ancelotti ilə xüsusilə qılaqıl gedirlər hələ ki mən. Deyir. Yaponiyada az qalsın başını ağrıdacaqdı. Yaponlara bir 5 dəqiqə. Çox möhtəşəm oynadı Braziliya. Yaponiyanı əzdi. Elə gözləmirdim mən. Düzdür, Braziliyanın qələbə qazanacağını fikirləşirdim, çətin olacağını fikirləşirdim, amma belə ikinci sənə düz orada bir epizod oldu. Braziliyanın topu desin ki, yadıma gəlmir tam olarak kim idi. Orada qapı xəttindən çıxardı Yaponiya futbolçuları. Kontrol tutdular, 4-2 çıxmışlar. Yaponlar orada vursaydı oyun ölmüşdü, bitmişdi. Onu vuran məllər, ondan sonra döndü, çarpdı tərəfə, Casemiro vurdu, çıxdı və belə Braziliya məsəl üçün o Yaponiyaya qarşı oynamağı biraz həqiqətən də göstərir ki, heyət yaxşıdır, Braziliya yaxşıdır. Bu qədərini gözləmirdim, amma növbəti turda Norveç var. Orada Norveçin müdafiəsi zəifdir məncə. Braziliya orada da istədiyi epizodları yaxalayacaq. Bitirə biləcəyimi ayrı məsələ, amma məncə Braziliya düşündüyümdən daha yaxşıdır. Yaponiya oyununda xüsusən çox belə impress oldum, təsirləndim ikinci hissəsindən ən çox da. Norveçdə də çox şey yoxdur bro. Norveçdə də yəni. Hə də Norveçdə yəni simpatik bir komandadır. Nə olsa hamı onları alqışlayacaq. Məncə də mən də o mundialda olmaqlarından böyük zövq alıram. Ən çox da azərkeşlərinə görə, kulturalarına da görə. Çox istəyirdim Danimarkada olsun bu mundialda. Belə Çexiyadansa Danimarkanı görmək. Mən qorxmuşam. Daha yaxşı Bakıda. Ondan sonra qələbə qazanmırdım. Mən oradaydım, ondan sonra Danimarkanın böyük turnirdə qələbəsi yoxdur. İstəyirəm danışaq Argentinadan və 2022-dən daha yaxşı heyətlə gəliblər kimi təəssürat var. Amma çox motivasiyalı da Messi görürük ortada. Çox qəribədir həqiqətən də. Amma bu da məncə dünya çempionatının da motivasiyasını bizə açıqlayır. Çünki biraz düzdür komanda da onun üçün çox. Adam 4 il futbol oynamayıb ondan sonra. Hə. Amma
Orada qoyduğu o ekstracan, o ikinci topu var idi. Avstriyanın oyunda. Avstriya. Ay Salvo. Oradakı o yoxlamaq, o dirəşmək filan, o çox böyük motivasiya idi. Çox belə mən açığı nəyə təəccüblənirdim? Bu mundialdan qabaq açıqlanırdı ki, favoritlər kimlərdir? Orada Argentina İngiltərədən aşağıdaydı. Yəni bir İngiltərə futbol azarkeşi olaraq deyirəm ki, o mənə qəribə gəldi ki, yəni Argentina nə qədər pis komandadır ki, İngiltərədən aşağıda olsun, Portuqaliyadan aşağıda olsun. Düz Portuqaliya ola bilərdi, amma İngiltərədən yox da. Argentinanın üstündə bir belə rahatlıq var. Çox rahat oyunlar. Dünya çempionu kimi oyunlar həqiqətən də. Yəni 2 turnir daha çempion ola bilərlər. Hə, mümkündür. Messi'nin ətrafında çox möhtəşəm formalaşıb komanda, çox yaxşı birləşib komanda. Əlcəzairi çox rahat deməzdim, amma yəni 3-0 bir yəni o tək nəfəri Messi'nin benefisi bəs edirdi hər şey. Demək çünki o mən heç inanmırdım ki, Argentina o qədər rahat udar. Bəlkə də rahat udmadı, orada verilməyən qırmızı var idi. O mübahisələr var idi ki, məncə həqiqətən də qırmızı idi o. Sadəcə Messi'yi vermədilər. Bu da bunu çox eləyir əslində böyük futbolçulara jest olaraq. Ancaq Avstriyanın oyunu, sonra Yordaniyanın oyunu, düzdür qrupu da o da idi, amma məncə Argentina play-offda da belə oynayacaq. Əziyyət çəkəcəyimi, hə, məsələn, Cabo Verde'nin oyununda məncə rahat keçməyə bilər. Cabo Verde məsəl üçün çox belə idi, başdan xarab millidir. İspaniyanın oyunu çox rahat. Elə də bəzən elə şərait şey yaranır ki, Cabo Verde səhərə qədər oynasa uduzmayacaq İspaniya. İspaniyanın problemləri də var təbii ki, ancaq balaca bir ölkədir. Son Avropa çempionuna qarşı özür oynayırsa, həqiqətən alqışlanmalıdır. Onların Uruguayın oyununda qola qədərki oyunu gecə 2-də başlamış oyunu. Baxım görüm Cabo Verde necə oynayır Uruguaya qarşı. Bir hekayə çevirdilər bu mundialı. Çox belə həqiqətən də o Cabo Verde oldular, obraz oldular. Cabo Verde maraqlı bir temaları var. Ümumiyyətlə var futbolçular. Bayaq Mərakeşdən danışdım bu diaspor məsələsi. Cabo Verde'nin bir oyunçusu var. Roberto Lopez olmalı səhv eləmirəmsə. Onu LinkedIn-dən tapıblar adamlar. Yəni doğrudan Portuqaliya, Cabo Verde'nin o vaxtki baş məşqçi Rui Aguas özü Portuqal idi. Yazıb buna ki, bəs Portuqalca buna mesaj yazıb Lopezə ki, bəs gəl bizim millidə oyna. Bu da başa düşməyib, ignor eləyib ki, spamdır da bu nəticə kimdir məndə nəsə. Niyə bir adam mənə LinkedIn-də yazsın? Amma eyni mesajı 9 ay sonra təzədən alıb, bu dəfə ingiliscə yazıb bu həmin baş məşqçi buna ki, bəs vəziyyət ciddidir. Vəziyyət ciddidir. Bəs sən milli komandamızı oynamaq istəyirsən. Bu özü İrlanddır Lopez. İrlandiyada doğulub, böyüyüb, yaşayıb və arzusu İrlandiyada oynamaq olub, amma görüb ki, mümkün olmayacaq, başını buraxıb. Belə bir təklif gəlib qəbul edib. O da ki, İspaniyaya qarşı oyunda adam Avropa çempionlarına qarşı oyunda clean sheet-lə yadda qalır. Yəni də Messi'nin qabağına çıxır, son dünya çempionlarına qabağına çıxır. Yəni 7-8 əvvəl belə bir şey LinkedIn-dən gələn mesajım nə? Və bunu xüsusi prinsipə çevirdikləri də görünür. Çünki dediyim kimi bundan yaxşı hype çıxdı, həm ölkələri üçün, həm futbolçuların özü üçün bir əzmkarlıq nümunəsi kimi götürəndə və sonuncu dünya çempionu ilə oynamaq və Messi faktorundan da bu xüsusi bir prinsip də qazandıra bilər. Dünənki Konqonun da əslində biraz dirəşməyində ona oxşar. Konqonda belə deyək də, kədərli bir hekayəsi var idi bu mundiala qədər. Nə idi o? O 74-cü ildə ilk dəfə oynamışlar dünya çempionatında. Onda adları Zaire idi. Onların bir diktator var idi, Mobutu Sese Seko. O biraz tipik diktatordur. Afrika diktatorları necə olur? Hakimiyyətə gələn kimi ölkənin adını dəyişir, edir Zaire. Sonra bunlar da ki 74-də Afrika Millətlər Kubokunu qazanır deyəsən, yanlış xatırlamıramsa. Sonra sürpriz şəkildə gəlir dünya çempionatına. Futbolçular ev maşın verir ki, halaldır sizə. Hətta şey də gedir. Dalınca həkimlər də verir. Hə? Villa verilmiş Hacı Osman. Həqiqətən də. Kongoya villa vermək olardı yəni açığı. Orada belə bir hekayə olub ki, hətta bunlar Almaniyaya gedəndə bunların futbolçularına verilir, cadugar həkimləri də aparıblar ki, uğur gətirsin komandaya. Şülər qrupdakı Braziliya, Yugoslaviya və Şotlandiya olur qrupda. Şotlandiya 2-0-dular, Yugoslaviya 9-0. O da ki, bu arada ən böyük nəticələrdən biridir. Yugoslaviya ondan sonra Mobutun beyni atır. Diktatorun beyni atır, öz mühafizəçilərini göndərir Almaniyaya ki, gedin uşaqlara qulaq vurması verin ki, bu nə biabırçılıq da, belə ölkəni təmsil edirlər. 3-cü turda deyir ki, 3-cü turda 3 top fərqi ilə udursanız, 3-dən çox top fərqi ilə udursanız ölkəyə qayıtmayın, sizi buraxmayacağam ölkəyə. 3-cü turda Braziliya oyununda yetimlər. Braziliya da 2 turda qələbə qazana bilmir. Ölüm sonu canavarı. Yəni Braziliya qələbə qazana bilmir. Braziliyada böyük hesabı qələbə lazım ki, qrupdan çıxsın. Əla. Yəni düşün də bir dənə vəziyyəti. 3-0-da düz sonra Braziliya 3 top vurur, 3-0 öndədir. Bir dənə bir episod olur. Cərimə zərbəsi vurur Braziliya. Hardasa belə deyək də burada göstərsək. Buradan cərimə zərbəsi vururlar.
çox yaxındır qapıya. Və Konqo müdafiəçisi narahat olur. Ki, yəni 4-cü qol keçsə, da biz qaldıq burada. Biz belə bir sıfatı o vaxtın reallığını bilmirəm necə olub Konqoda. Amma yəqin adam öz ölkələrini çox seviblər ki, ölkəyə qayıtmaq istəyiblər. Ciddi də Yəni həqiqətən də Ciddi Konqon futbolçusu Braziliya epizodu var bir də. Canlı səhətdən çıxır, topu vurur o tərəfə. Braziliya futbolçusu bax bu dəli nə edir? Bu hardan çıxdı? Cəmaət buna gülür ki, bəs bu nə hərəkət deyil. Bunun qaydalardan xəbəri yoxdur. Afrikalı cahil, cəhalət, nə bilim, İngilis şərhçi orada saxlayır Afrikalılara, Zayrın müdafiəçisinə ki, bu nə deməkdir? Oradan hamı cəmaət gülür bunlara. Bu da axır çıxıb deyir ki, mən hər şeydən xəbərim var. Yəni o qədər debil deyiləm ki, qaydaları bilməyim də, futbol oynayıram neçədir burada. Amma arzulayıram ki, mənə qırmızı versin. Mən oyundan çıxım hakim. Hakim mən qırmızıya cəzalandırsın. Oyundan çıxım ki, bəs bu biabırçılığın bir parçası olmayır. Yəni desin ki, 4-cü qol buraxdılar ki, mən o meydanda olmamışam. 10 nəfərə buraxdılar. Mən meydanda olmamışam da. Məsuliyyətdən qaçım. Maraqlıdır bir sən nədir? Orada həqiqətən onun elədiyi o dəlilik işə yarayır. Braziliya 4-cü qol vura bilmir, 3-0-da qurtarır. Düzdür, Braziliya qrupdan çıxır sonra. Və futbol sonra qayıtmaq icazəsi verilir. Hamı amma Konqoya bir gülür ki, Konqodur, yəni Zairin elədiyi, daha doğrusu o futbolçuların o təlaşı, özlərini güldürməyə, ələ salmağı o dünyada belə deyək də, Afrikalılara qarşı münasibəti, o dövrki münasibəti daha da belə qüvvətləndirir. Amma bu Konqo necə Konqodur? Yəni həqiqətən də adamlar Kamerun və Nigeriyanı qabaqladılar. Düşdülər qrup Seneqalla idi. Seneqal birinci oldu, bunlar ikinci oldular. Düşdülər play-offda. Yəni düşün ki, Nigeriya və Kamerunu udmaq Konqo üçün böyük bir hadisədir. Düzdür, Konqo niyyətə çox yaxşıdır. Elə Vissası, Masuakusu İngiltərə oynamış adamlardır. Yəni Vissa özü də oynayır bu dəqiqə. Dünən hokka verirdi qapıçılar Empasi. Elə Kolumbiyanın oyunda da belə hokka vermişdi. Dünən də elə İngiltərənin oyunda nələr çıxarırdı. Bellingham 3 zərbəsini çıxartdı məsələn. Konqo dünənki oyunun, Konqonun hekayəsi belə şeylərlə olmağa həqiqətən də çox xoşdur. Münasibəti dəyişir insanın bu cür ölkələrə. Özdə ən yaxşı 3-cü kimi çıxdılar. 4 xal yığan, ən çox xal yığan komanda oldular və müsbət top fərqinə çıxan yeganə komanda oldular məncə. Konqo bu çempionatda 8 ən yaxşı 3-cü arasında. Hörməti haqq edirlər, çox yaxşı oynadılar. Dünən də oyundan sonra baş məşqçinin atasının rəhmətə getdiyi bildirildi. Hardan baxsan böyük hörməti haqq edir Konqo futbolçuları, milli komandada. Məncə belə qalıcı olacaqlar dünya çempionatında. Çünki elə-belə gəlməyiblər də. Deyirlər komanda sayı artdı deyə Konqo kimi ölkələr gəlib. Yox. Konqo belə deyədi. Konqodur, Cabo Verde'dir. Bu haqqı ilə gəlib ora. Kurasao hardasa ola bilər. Çünki 3 dənə ev sahibi var orada. Yəni onlara avtomatik şans yaranır. Panamada onlar da gəldilər. Bu arada Costa Rica kimi komanda yoxdur, o gəldi. O da yəni normalda belə baxanda Costa Rica daimi iştirakçısıdır. Yəni Kurasao da hardasa bir şey haqq qazandırmaq olar. Rəğbət bəsləyirlər. İtaliyada yoxdur qardaş. Məsəl üçün yəni İtaliyada yoxdur. Yəni öyrəşmişik düzdür İtaliyalı olmamağına da. Açığı da yəni. Yayvaydı bu. Yəni sadəcə belə deyək də o yargılayırlar ki, bunların burada nə işi var, bunlar nə futbol oynayır. Yəni bir dənə pis oynayan biraz Tunis oldu. O da ki düşdüyü qrup çətin qrup idi. Yəni Allahın Haitisi belə məsəl üçün Mərakeş oyunu çox yaxşı oynadı. Şotlandiya ilə qarşı dirəşdi. Şotlandiyanın qrupu çox pis idi sadəcə Haitinin də. Özü Haitidə 2 ildir ölkədə oynamır. Qrada ölkədən qrada oynayır, ölkədəki vəziyyətə görə. Yəni adamlar ölkədən kənarda 2 ildə oynayırlar və gəlib ölkəni bu şəkildə təmsil edirlərsə, həqiqətən rəğbət bəslənilməlidir. Yəni əsl Villa onlara düşür belə baxanda, nəinki o Kosovo ilə Rumıniya keçən Türkiyənin futbolçuları ki, belə baxanda keçməliyirlər onları. Bir şey kimi bu futbolçular bu cür qiymətləndirmə mövcud bizdə var ya, olimpiya oyunçu idmançılarımızı mükafatlandırırlar bir ara. Bəli. Evlə, zadla deyə. Rütbə ilə. Hər şeylə də. Məsəl üçün bu elə bir türklərdə bu şey oldu bir növ. Haitinin Konqonu çələsəydilər hardasa başa düşərdik də. Ki bunların başı ağrıyıb 2016-da bu söhbətlərə görə. Mediada inanılmaz biabırçı olublar. Buna görə durub jurnalist döyüblər. Arda Turan. Sadəcə belə deyək də. Yəni bu skandallardan dərs çıxartmalıydılar, amma görürük ki, yox, generasiyalar dəyişsə də bəzi mental dəyişmir. Mental heç dəyişmir. Problem o deyil biraz. Yəni 2002-dən bəri ilk dəfədir gəldilər. Onun həvəsinə düşüb deyək ki, verdə başa düşərik amma Türkiyədə Türkiyə mediasında Türkiyə azarkeşləri, Türkiyə millisi özünü elə bir orta səviyyəli bir milli komanda kimi apardı. Şey deyək də daha aşağı səviyyədə. Onsa Türkiyə yaxşı bir şey keçirmişdi 2024-də, turnir keçirmişdi. Biraz o yan bu yan olsaydı İngiltərə ilə yarı final oynayacaqdı Türkiyə, Hollanda ilə keçəcəkdilər. Ondan sonra gəlib bu cür oynamağı biabırçılıq idi. Yəni 2002-dən bəri yox idilər, başa düşür, həvəsli idilər, amma orada da məsəl üçün belə baxanda çox belə özlərini şey apardılar. Bəsit deyək də, biz əzik kimi apardılar ki,
Sanki onu hiss etdirməməlidirlər məncə. Tətildə idilər elə bil. Sanki də açığı və Bir düzdür. də sosial medianın da çox təsirinə düşdülər sənə deyim. Yəni biraz telefonu falan da qırağa qoymaq olardı. Məsələn, Côte d'Ivoire-da Diomande var. Yəni deyir ki, telefonum da yoxdur, sosial şəbəkəm də yoxdur. Məncə dünya O biraz çempionatına mənə şey gedən gəlir. futbolçu üçün əladır bu. Yox məncə. Belə deyək də o Diomande kimi nümunələrdir, biraz mənə şey gəlmir, səmimi gəlmir də. Məncə hər bir şəxsin o peşəkar futbolçusunsa o sən Bu idarə eləyə bilməyə də bilər də. Ay sağ ol. Onu demək istəyirəm ki, yəni sən peşəkarsansa, sən bunu idarə etməyə bacarmalısan. Psixoloji cəhətdən hazır olmalısan. Yəni o cür oyunçular var. Məsələn 2016-cı ildə Messi Çilinin oyundan sonra milli komanda getdiyini açıqladı. Yəni düşün ki, məsələn 2016-cı ildə Messi fail edir millidə, uğursuz olur Çili ilə. Davada 2 dənə Copa America uduzur adam penalti ilə. Yəni milli titul yoxdur adamın. Və dalınca da üstünə bir 15-20 gün sonra Portuqaliya Avropa çempionu olur. Və belə rəqabəti ucuzmuş kimi gedir. Və bu adam 40 gün yoxa çıxır. Oradan qayıdır Messi. Dalınca bir dənə Copa America finalı uduzur, yarım final uduzur Braziliyaya. Yəni heç bir uğursuzluq, yəni uğur yoxdur Argentina, amma oradan dönməyə bacarırlar adamlar. Yəni milli klub səviyyəsində də Barcelona ilə fəal edir 2019-da o məşhur Liverpoola qarşı oyunları var. Sonra Barcelona onu buraxmalı olur. PSG-də də uğurlu olmur. Yəni 2022-yə qədərki Messi, 2022-dən sonraki Messi yəni çox fantastik bir şeylər edir Messi həqiqətən də. Yəni futbolçu, yəni Ronaldo'nun özü deməsi, çox fantastik, fenomenal futbolçudur. Sən Messi kimi rəqibin olur, sən 5 dənə qızıl top qazanmırsansa, sən halaldır. Yəni çox üzərində işləyən futbolçu, amma o da bir yerdə getməlidir məncə. Bayaq off the record dedin ki, Portuqaliyanı da Ronaldosuz görmək istəyirəm. Mən sənə qatılmadım orada, düzdür. Amma fikrimi biraz daha açmağı istəyərdim ki, Portuqaliya bunu 2022-də biraz yoxladı. Biraz skandallar da oldu ki, bəs Ronaldo niyə oynamır? Ehtiyacı varmı Ronaldoya bu gün səncə? Yoxsa Ronaldosuz daha mı yaxşıdır Portuqaliya? Mən buna görə çox mübahisə eləmişəm. Həm bu Ya burada da mübahisə eləmək. United, həm Manchester United azarkeşləri, həm də ki Portuqaliya millisi, həm də o Ronaldo sevdalıları ilə mən biraz daha geriyə gedəcəm. 2021-ci ildə Ronaldo Manchester United qayıdarkən çox böyük bir partlayış oldu ki, Ronaldo qayıdır, Manchester United uğur qazanacaq, əla. Həmin dövrdə Manchester United Solskjaer'in başçılığı altında çox yaxşı bir mövsüm keçirmişdi. Yəni mən belə narahatam ki, bunlar desəm bizim çempionumuzu alacaqlar. Yəni Liverpool azarkeşi olan narahat idim. Və həqiqətən də Bruno Fernandes'in tərəfində Manchester United çox yaxşı bir futbol oynayırdı 2021 mövsümü. Yəni amma Ronaldo gəldi, düzdür, həmin Ronaldo çox böyük bir futbolçu, böyük bir ad, həmin heyətin hamısından, hətta Məşqçisindən də böyükdür. Həmin Manchester United-dən belə böyükdür. O şey var, düz deyirlər, futbolçu klubdan böyükdür, bla bla. Yəni amma o etiketə baxanda belə idi. Yəni də açığı, orada gəldi məsələn, düzdür, qolları vurdu, bombardir oldu, amma kimya pozuldu. Yəni Juventus'un kimyasını pozanlardan biri deyilənə görə, düzdür, İtaliya futbolunu çox izləmirəm, Juventus'u çox izləmirdim, amma bəzi Juventus azarkeşindən eşidirdim ki, kimya pozan bir ünsürlərdən biri Ronaldo'nun özü idi. Ehtiyac yox idi ona gəlməyinə. Portuqaliya millisi necə? Məsələn 2022-ci ildə İsveçlə bir oyun var, 6-1 bitdi. Gonzalo Ramos okka verdi orada. O Portuqaliya düzdür, pis komanda değildi, amma növbəti oyun Ronaldo'nu buraxdı, Mərakeşli oyunda heç bir, 0. Yəni məncə futbolçu öz egosuna imtina edib ya ehtiyatda oturmağı bacarmalıdır. Necə ki bunu eləmədi Manchester United-də. Ten Hag'ın arası dəydi, çıxdı getdi Ərəbistana. İnanılmaz kaprizli gəlmişdi Juventus'dan. Olduqca kaprizli gəlmişdi. Məncə bu Portuqaliya Ronaldo'suz da uğur qazana biləcək bir komandadır. Həqiqəti çox yaxşıdır. Bir haşiyə çıxın məsəl üçün. Ruben Neves'di, Joao Neves'di, sonra Vitinha'dı, Gonzalo Ramos'du, Mendes, Nuno Mendes, hamısı PSG-də oynayan futbolçulardı da belə baxanda. Mbappé'dən qurtulduqdan sonra gör necə oynayırlar. Əla. Fantastik oynayırlar. Yükdən xilas olub. Yəni hər kəsin ikinci sevimli komandası olub Paris Saint-Germain. Elədir. Çox möhtəşəm futbol oynayırlar adamlar. Məncə bunu Portuqaliyada yoxlamaq lazımdır, amma Roberto Martinez nə edir? Kongo oyununda Vitinha'nı çıxarıb Ronaldo meydanı saxlayır. Hücumçu sayını artırmağa çalışır. Ehtiyac yoxdur da qardaş buna. Sonra yetimlər sırf deyirlər ki, Ronaldo'ya əvvəlki yerdən görə çox sağ ol demək lazımdır. Amma yəni bu komanda oyununda yetimlər də neynəsinlər bundan başqa da? Yəni bir futbolçu öz egosunu kənara qoyub ehtiyatda oturmağa bacarmalıdır. Yəni belə deyirlər, Messi'yə hamı hörmət edir Argentina, amma Ronaldo eləmirlər Portuqaliyada. Çünki birincisi Portuqaliya heyəti Argentina heyətindən çox yaxşıdır mənim fikrimcə. Çempion olan heyəti də olsun, indiki heyət də olsun. Məncə
həqiqətən də Portuqaliya heyəti çox üstündür. Yəni həm də futbolçunun egosu məncə belə deyirəm, Messi ilə müqayisədə Ronaldo daha çox komanda oyunu, çox öz şəxsi statistikasına önəm verən futbolçudur. Yəni adama desən ki, Portuqaliya 400 uduzsun, amma sən 3 qol vurasan, o ondan xoşbəxti var. Nəinki meydanda olmasın, Portuqaliya çempion olsun, o qədər xoşbəxt olmaz ondan. Çünki bunun üçün statistikadır, 1000 qol həddidir, digər detallardır da, bu şəxsi göstəricilərdir ki, yəni axırda sübut etsin. Yəni faktiki amma yəni Portuqaliya bu dəqiqə onunla birlikdə sübut olacaq bir komandadır. Axşam məsələn Xorvatiya ilə oyun var. Yəni bu komanda Xorvatiyanı əzməlidir belə baxanda. Bəlkə də əzəcəklər də. Amma yəni Ronaldo ilə birlikdə nə qədər bu mümkün ola bilər? Bəlkə Ronaldo gol da vurar, bəlkə dubl da eləyər. Bu gün yəni danışılan bu çıxandan sonra deyirlər ki, bu qaqaşın futboldan başı çıxmır. Haqq da vermək olar. İşindən məşğul. Yəni get tennisdə vaxt deyirlər ki, tennis barədə pis idman növü deyil. Yəni sadəcə belə deyim də, məncə burada problem məşqçiləri. Fernando Santos buna cəhd eləmişdi Portuqaliya millisinə. Ronaldo ehtiyatda oturmağa çalışmışdı. Ehtiyatda oturduqda oyunlarda da Portuqaliya çox dominant oynamışdı. O dövrdə məsələn Santosun hərəkəti mənə xoşuma gəlmişdi. Ki, həm də mən bir subyektiv fikirləşirəm. Portuqaliya 2016 Santos çempionu idi, nəinki Ronaldo. Yəni o komanda Southampton oyunçuları var idi o komandada. Fontaine amma Eder də qolu vurandan sonra yəni də açığı da qaçdığı adam Ronaldo idi. Mən bu arada Ronaldo fanı falan deyiləm, qəti deyiləm. Düz Ronaldo orada yaxşı məşq edirmişdi Santosun yanında. Ha o cəhətdən daha faydalı olmuşdu. Məncə o finalda oynasaydı axırda Fransa aparacaqdı o finalı bəlkə də. O da var. Sadəcə belə deyək də, bayaq dediyim kimi də böyük futbolçudur, amma bunda imtina eləməlidir. Yəni burada deyirsən ki, sırf zədələnib 12-ci, 13-cü dəqiqədə çıxdı deyəsən oyunda, hə? Elə bir şeydir. Hə. Yəni orada olsaydı belə Fransa uda bilərdi. Fransa məncə udacaqdı. Yəni belə deyək də Ronaldo düşməni görmürdüm çoxdan belə. Yox, mən Ronaldo düşməni deyirəm, amma reallıq da bunlar açığı. Çünki belə deyim də, Xalq da səni dəstəkləyir bro. Xalq da səni dəstəkləyir. Düz eləyir. Xalq düzünə qiymət verməlidir. Amma həqiqətən də mən düzdür bu fikirlər belə şey olacaq. Sadəcə bu Portuqaliya məsələsi dilləri Ronaldo Portuqaliyanı çıxartdı dünya çempionatı, Avropa çempionatı. Portuqaliya həqiqətən o vaxt heyəti yaxşı olmayıb. Yəni biraz düzdür pis deyildi amma bu qədər o deyildi. O deyildi. Amma Ronaldo Portuqaliyanı çıxartdı dünya çempionatında nə edib ki Portuqaliya? Heç nə. 2018-də bir də 2010-da qrupda qaldılar. 2018-də Taremi təkbətəyə vursaydı İran çıxırdı oradan. Portuqaliya qalırdı qrupda. 2022-də yəni 8-də 1-də uduzdular. 4-də 1-də Mərakeşə uduzdular hətta. Yəni Portuqaliyanın bu illər ərzində ən yaxşı oyunu İsveçrəyə qarşı 6-1-də orada Ronaldo yox idi. Yəni 2026 necə olacaq zaman göstərəcək amma məncə yəni Ronaldo-suz da bu komanda uğur qazana bilər. Bruno Fernandes'in ətrafında Vitinha kimi oyunçu var. Düşün, yəni bu cür orta xəttin var sənin də. Nə istəyirsən qardaş? Yəni biraz ego kənara qoy, oyna da bu şeyə. Çünki Portuqaliya həqiqətən çox yaxşı, möhtəşəm bir heyəti olan komandadır.